Qarabağ Regional Məşğulluq Filialı ilə Ağdərədə fəaliyyət göstərən Azərenerji Açıq Səhmdar Cəmiyyəti və 54 sayılı Xocalı Yol İstismar İdarəsinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarabağ Regional Məşğulluq Filialı ilə Ağdam Sənaye Parkında fəaliyyət göstərən Az İstehsal və El Elektrik MMC-nin nümayəndələri arasında görüşlər olub. Görüşlərdə birgə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. Filial tərəfindən həmçinin Ağdamda fəaliyyət göstərən Elta Development Qapalı Səhmdar Cəmiyyəti və İMA Enerji Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri arasında da görüşlər keçirilib. Görüşlərdə birgə əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Gəncədə yerləşən Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbdə peşəgönüllü məsləhət xidməti həyata keçirilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Qubadlı rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş keçirilib. Görüşdə hər bir vətəndaşın məşğulluq imkanları qiymətləndirilib, mövcud iş imkanları araşdırılıb. Qarabağ Regional Məşğulluq Filialı, Qarabağ Peşə Hazırlığı Mərkəzi və Ağdamda fəaliyyət göstərən Zəfər Bağları MMC-nin əməkdaşlığı ilə təşkil olunacaq geniş profilli traktorçu maşinist, təmirçi çilingər peşəsi üzrə hazırlıq kurslarına müdavimlərin seçimi aparılıb. Qarabağ Regional Məşğulluq Filialı, Qarabağ Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə aşpaz peşəsi üzrə hazırlıq kursuna başlanıb. Kursun məqsədi regionda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrları olan tələbin qarşılanmasıdır. Ağdam şəhəri Quzanlı qəsəbəsində isə Bokt International Açıq Səhmdar Cəmiyyətinin bazasında kompüter operatoru peşəsi üzrə hazırlıq kursuna başlanıb. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xankəndidə təşkil olunmuş Turizm Dəyər Zənciri üzrə şəbəkələşmə adlı seminar tədbirdə iştirak ediblər. Tədbirdə iştirakçılara Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdə icra olunan məşğulluq tədbirləri barədə məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.